Baş nazir Nikol Paşinyan bütün ermənilərin Katolikosunun mümkün varisi postuna üstünlük verdiyi iki namizədi müəyyənləşdirib. APA xəbər verir ki, bu barədə Cohovurt qəzeti öz mənbələrinə istinadən yazıb. Nəşrin məlumatına görə əsas namizədlər kimi ABŞ-da yaşayan Qərb yeparxiyasının rəhbəri baş yepiskop Ovnan Terteryan və Kilikiya Böyük Evinin katolikosu 1-ci Aram nəzərdən keçirilir. Hakimiyyət hesab edir ki, onlar vəziyyətin necə inkişaf edəcəyinin aydın olacağı vaxta qədər ona qarşı loyallıqlarını qoruyub saxlayacaqlar. Məqalədə qeyd olunur ki, mövcud hakimiyyət 2-ci Qareginin səlahiyyətləri başa çatdıqdan sonra erməni kilsəsində yeni azad meydan və yenidən bölüşdürülmüş təsir imkanları yarada bilər. Qəzetin mənbələri bildirir ki, güc strukturları artıq yeparxiya rəhbərlərinə, o cümlədən katolikosu gözdən salan və yepiskoplar toplantısından sonra yayılmış bəyanatı imzalayan və ya imzalamayanlara fərdi səfərlər etməyə başlayıb.